Boru hamiləliyi təhlükəli bir vəziyyətdir. Nəyə görə? Çünki boru partlaya bilər. Bugün bizdə boru hamiləliyi laparoskopik bir əməliyyat olundu və mən qərara gəldim ki, bu videonu çəkək. Xanım bizə müraciət eləyir profilaktik müayinə üçün, uşaqlıq boynunun yoxlanması üçün və əlbəttə biz suallar veririk. Sualların biri də menstrual siklın birinci günü nə vaxt olub? Qeyd edir ki, təzəlikcən olub qurtarıb. Bir şey də qeyd elədi ki, menstruasiyanın xarakteri biraz fərqli olub əvvəlkinə baxanda. Biz əlbəttə ki, cavan qadındır, əlbəttə ki, hamiləliyi inkar eləməliyik belə vəziyyətdə. Və hamiləlik testi aparırıq və görürük ki, qadın hamilədir, amma qadında ektopik hamiləlikdir. Artıq bir 6 həftəlik boru hamiləliyidir qadında. Qadın bunu hiss eləmir. Heç bir əlaməti yoxdur. Qadın düşünür ki, onun siklı regulardır və onda hamiləlik ola bilməz. Amma bu vəziyyət biraz təhlükəli vəziyyətdir. Nəyə görə? Çox belə buna asan baxmaq lazım deyil. Çünki boru partlaya bilər. Güclü daxili qanaxma ola bilər və qadının həyatına böyük bir riskdir bu. Ona görə cavan qadınsınız. Əgər sizin siklda regular deyil ya hər hansı bir məsələn gecikmə oldu və ya hansı ki menstruasiyada siz əgər görürsüz ki, əvvəlki kimi deyil, ən azı heç olmasa hamiləlik testini eləmək lazımdır. Əlbəttə ki, həkimə müraciət etmək lazımdır. Amma həkim yaxında deyilsə, gedə bilmirsə, ən azı bunu etmək lazımdır və hamiləliyi inkar eləmək lazımdır.